Hali, plov soyur. Gelsene. Bundan sonra kime inanırsan? Ne olur? Nece ne oğlum? Ahmak 3 saat yol üstünde durasan. Bırak öke! Gün tepene döye döye, 8 kilometre fiyatı yol gidesen, o da gelip senin yanından fırr eleyip ötsün. Güya bilmirem şare gelir. Sen ara. Sahiye gidirem, Kur'an'ı ye. Bu ne pilavıdır? Yağ getir. Pilav pişirmeyi de bilmirsen. Beğenmirdim, özüm pişireydim. Ha? Arvadın da işini ben görenden sonra, bes arvad neye gerektir? Ele hara bakırsan sarbat işini, tarlada darbat, evde darbat. Hiç bilmirem kim bunu böyle böyle. Da! Ne? Bıçağı getir. Pürrenk olsun. Koruz kuyruğu. Şıkhali, akı bir insafın olsun. Başa düş ki konaklar tarlada beni gözlüyor. Tarlada? Konak şu süfre açarlar. Süfre! Yoksa siz kimi? O tarla senin, bu tarla benim. Bu tarla senin, o tarla benim. Kamil'le Nebefez bütün işleri körladılar. Beri bak. Bilirsen ne var? Sözünü deyin. Bilmirsen... Otur. Gez Münevvere de ki, eğer konakları emelli başlı kabul etmek istiyorsa, beni çağırsın. Boy, seni niye? Bəli, beni. Çünkü meclis onun işi kesmeyecek. Başa düştün? Sözün üstte möhkem dur. Mene bak, boynuna koy. Çünkü o senin hatırını çok istiyor. Şıkhali, bacarmaram. Hayıftan utanırım. Nece? Bacarmazsan, erin diyenden sonra utanman nedir? Haber ret olun, çıkın buradan! Ne ziyan vermir! Vermir! Ha? Nedir misin? Git de! Onun bütün ömrü belə əzab içində keçir. Bəs o belə ərlə necə yaşayır? Neyləsin? 5 uşağı var. Nətər olsa uşaqlarının atasıdır. Uşaq məsələsi çətindir. Ancaq necə olub ki, belə veylin birinə ərə gedir? Biz hamımız güman eləyirik ki, qəhrəmanlara ərə gedəcəyik. Bəs necə? Qəhrəmanlar bizdən artığını alacaq. Ay şeytan! Necə olsun? Axı Şokit gəlib çıxmadı. Yaxşı, Əbilfəzi işarə ilə qoy başlasın. Bu saat. Sən orada qoyacaksın, yəqin. İşte nə gözəl yerlərimiz var orada. Lala, yaxşı yerlərimiz var. Pambıq sahəsinin təcrübə sahələrində Görürsən bu şöykəti? İndi lazımdır, yoxdur. Lap dəngə gəlmişəm əlindən. Həmişə bizi belə bir yapır. Ne qəşəng qızdır. Gedək o biri sahələrə də baxar. Gedək baxaq. Bilirsiniz, bizdə nə qədər qəşəng sahələr var. Hə? Pambuğun beləsi varmazlar. Bəs necə? Bizim Fərqanədə təzə üsulla suvarırlar. Boru usulü ilə. Ben size öyle derim. Boru usulü, neyniyik olar da.
məni incimisən? Əlbəttə, elə gərək yolun yarısında düşəydin. Evə qədər aparmaq çətin olardı. Çətin, mən səni hara desən qollarımı üstə apararam. Yavaş yıxılarsan. Gölə gələcəksən. Gözləyəcəm ha. Əzzə xanım, yaxşı adaqlı. Nə qədər adaqlıdılar, yaxşıdılar. Elə ki evləndilər, üzlərini görmə. Hay hay, cemaat elə başa düşür ki kebap pişirme yasan iştir. Bu sizin işi kertok soymak değil ha. Çıxardın nə əcəb bugün? Bilmirsiniz ay kızlar, kebap yine gelip de kebap. Her yerde aşk geliyor da bak. Ah kebap için bu etten doğramak lazımdır. Bu laf olmaz oldu. Vay 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 bunu kaçırırsın ki. Yenirsen, hırda doğra, hırda. Ne pişirirsen? Vurma. Ha, yakşıdır. Zəfəran yaddan çıxmasın. Ha, bəh. Nazik yani, nazik. Sizin kolxozda məşhur bir pambıqçı da var. O Şevket Qurbanova'dır. Biz öz hediyemizi ona təqdim edirik. Yavaş Aysel, ereğe dola. Selmin hediye verirler, gel dalımıza, gel. Hediye? Ben sizi ürəkdən təbrik edirəm. Çok sağ olun. Təbrik edirəm. Bu paltar size çok yaxşı yaraşır. Lap özbeye okşuyorsunuz. Bu ne pulundu? Pulov pişirmeyi de bacarmışsan. Yağ getir. Ne? Yağ getir. Yakşı. Növbəti hediyemizi pambıq ustası Böyük kişi Rəhimova veririk. Valla, böyük kişi seni gözlüyor. Bu ki o değil. Nece yani? Özüdür. Təbrik edirəm. Sizə müvəffəqiyyətlər arzu edirəm. Oy, Azerbaycan ve Özbekistan pambukçularının dostluğu günü günden möhkemlensin ve artsın. Lala, sen niye deyirdin ki bu o değil? Ben başka usta hakkında düşünürdüm. Pambıq ustası. Mən nə axmağam. Kamil, burada neye dayanmışsan gerek ora. Hamı şenlenir. İstemirsen? Yaxşı gitmeyek. Mən nə hayda, sən nə hayda. Yaşa, canayca! Durun bile zaten, oynayın. Gel. Doğrudan bitirelim. Ne güzel oynuyor. Çok yaxşı. Bir gün bura çok istedim, biraz havaya çıkar. Gidelim.